İslamın firu məsələlərində bir məsələ var. Məsələ budur ki, eyni namaz kimi insan üçün təvəlla və təbərra deyilən bir bənd var ki, gərək mömin o bəndə riayət eləyə. Məsəl üçün, bu günlərim deyirəm ki, ilahi, mən sənə tərəf gəlirəm və sənin bəndənəm. Bunu deyəndən sonra əleyhissalam buyurmuşam, bu söz kifayət eləməz, gərək əməldə onu göstərəsən. Yəni nə? Yəni ilahi, mən sənə bəndəçilik eləyib namaz qılıram, sənə səcdə eləyirəm. Bu artıq Allaha tərəf gəlmək, Allaha tərəf bəndəçilik eləməyin əməldə praktiki sübutudur. Bunun kimi oruc, sağlamam, ilahi, deyirsən oruç tut, baş üstə. Oruc, bəli. Və yaxud da ki, həc də bunun kimi 10 maddədir ki, bunlara əməl elədin, möminsən, Allah yanında, Allahın boynuna o haqq gələr ki, Allah da səni öz mömin bəndələrinin siyahısına yazsın və sənin duaları qəbul eləsin. Birin eləsən, birin eləməsən, kəmkəsirlik sənin özündədir. İmkan dairəsində. Yəni, namaz bu günlərim əgər 4 rükətdirsə, sabahlarım səfərdə olacaq 2 rükət. Allah da sənə orada 4 rükət istəməyəcək. Deyəcək 2 rükət qıl. Oruc da həmçinin belədir, həc də bu cürədir və bütün əməllər də bu cürədir. Bunların içində 2 bənd var. Yəni, firu məsələlərin içində 2 bənd var. 2 bənddən biri nədir? Biri budur təvəlla, biri də təbərra. Necə namaz olan kimi təvəlla, təbərra. Təvəlla nədir? Təvəlla budur ki, Allahın dostu ilə dost olasan. Təvəlla sözünün mənası Mevla sözündəndir. Dost mənasında burada işlənir ki, təvəlla, yəni ilahi, mən sənin dostunam və sən də mənim dostumsan və möminlərin dostuyam. Təbərra nədir? Birrun, ərəb sözüdə təbərra, yəni qaçmaq, uzaq olmaq. Yəni Allahın düşmənindən gərək qaçasan, Allahın düşməni ilə gərək sənin dostluğun olmasın. Bu 2 maddə, hər kəs bunu eləməsə, İslamdan xaricdir. Müsəlmanam, amma namaz qılmıram, günahkaram, İslamdan xaric deyiləm, çünki namazı inkar eləmirəm. Oruc da həmsinin, həc də bu cürədir, həccə getmirəm, pulum var getməmişəm, getmirəm. Bunlar başqa-başqa məsələlərdir. Eyni zamanda təvəlla, təbərra da bu cürədir. Hər kəs təvəlla, təbərranı bir var tərk eləyə, bir də var inkar eləyə. Tərk eləsə günahkardır, inkar eləsə dindən çıxıbdır. Eyni namaz hökmündədir. Yəni Allahın dostu ilə dost olmalısan, düşməni ilə də düşmən olmalısan. Allahın düşməni kimdir? Gündə namazda deyirik. Qayril məğdubi aleyhim vələllallin. Bu nədir? Bu elə həmin o cümlədir ki, gündə bu sözü mən təkrar edirəm ki, ilahi, məni o şəxslərdən uzaq elə ki, onlar sənin qəzəb etdiyin insanlardılar. Məğzubun sözü ərəb dilində bizdə də işlənir. Məğzubun əgər o feilin kökün götürsən, qəzəb sözündən düzəlib. Məf'ul, ərəbin qrammatikasını bilənlər bilərlər. Qəzəb sözüdür ki, məğzub, yəni qəzəb olunmuşlar. Kimdə o qəzəb olunmuşlar? Peyğəmbər əleyhissalam buyurur. Həzrət buyurur ki, mən məşə mə'ə zalimin liyu'inahu ala zulmi və huvə ya'lamu ənəhu zalimun fəqəd xərəcə ənil İslam. Həzrət buyurur ki, hər kəs bir zalımı tanıya, belə ki, bu zalimdir. Onunla gəzmə, yəni bu mənasında ki, onunla var gəl eləyir, dostluq eləyir, falan eləyir, amma bilir ki, bu kimdir? İnsanlara zülm eləyir, zalimdir. Həzrət buyurur ki, bunu bilə-bilə eləyirsə ki, o zalimla ona kömək eləmək deməkdir, İslamdan xaric olur. Həzrət buyurur ki, fəqəd xərəcə ənil İslam. Yəni, şübhəsiz həmin adam İslamdan xaricdir. İnsan o təvəlla, təbərranı dərk eləyəndən sonra daxili aləminə diqqət eləsin. Ola bilsin ki, insan müsəlman deyil. Sabah qiyamətin günündə mən müsəlmana deyəcək ki, sənin Peyğəmbərin yox idi, var idi. Sənin Quranın yox idi, var idi. Niyə sən zalıma məhəbbət bəsləyirdin, zalimla olurdun? Bu bir başqa məsələ. Bunu qoyduq qırağa. Ola bilsin müsəlman deyil. Bu söz müsəlman olmayana aid deyilmi? Quranın ayəsi var. Qiyamətin günündə müsəlman olmayana sual veriləcək. Sən yaxşı müsəlman deyildin, Peyğəmbərə, Qurana iman gətirmədin, yaxşı. Bəs sənin daxilində biz vicdan deyilən bir şey qoymuşduq. O yox idi səndə, yox deyə bilməz axı. Çünki dünyada sən elə bir insan tapmazsan ki, o vicdan
məsələsini inkar eləsin. Mümkün deyil. Dəlidən də soruşsan ki, ağıl nədir? Deyəcək, ağlım var. Dəlidir, amma deyəcək, ağlım var. Yəni, ağlı heç kəs dünyada inkar eləyə bilmir. Amma onun hissələrini qanmazlara başa salmaq olar. Yəni, nə? Məsəl üçün, deyərsən ki, bu ağılsız xəstədir. Baxacaq, deyəcək, hə, doğrudan xəstədir. Çünki ağılsızların özünə məxsus hərəkətləri var axı. Bəli, bilirsən ki, bunun ağlı artıq xəstədir. Və yaxud da ki, heyvanı göstərirsən uşağa. Bala, bax, görsən, gəlir, girir bağa, bostana, dağıdır, tökür. Və yaxud da şəhərdə, məsəl üçün, bir dənə heyvan görəndə hamı onu görür, gülür, qovur. Bala, bax, bu bilirsən niyə belədir? Deyəcək, ata, niyə belədir? Bala, bunun ağlı yox. Yəni, artıq ağlı başa salmaq çox asan bir məsələdir. Ağlın yoxluğunda heç kəs inkar eləyə bilməz. Eyni zamanda insanın da daxilində ola bilsin ki, iman yoxdur. Nə Allaha inanır, ateistdir, deistdir, hər nədir. Amma bir vicdan qoyubdur insanın daxilinə ki, yaxşı ilə pisi seçsin. İndi bunu seçdin, qiyamətin günündə Allah sənin əzabı azaldar. Çünki Allaha inanmamısan, amma Allah sənin əzabı azaldacaq. Nəyə görə? Çünki sənin daxilindən gələn vicdan dünyada oyaq olubdur. Vicdanı ilə baxmısan ki, bu zalimdir, zülm eləyir, qəlbində nifrət eləmişsən, məzluma yanmışsan. Bu artıq Allahın bizə verdiyi ilahi bir rəhmətdir. Bütün insanlarda daxili aləmindəki vicdan haqla batili ayırmaq üçün onun üçün nədir? Bir yol göstəricisidir, nişanəsidir. Odur ki, bugünkü gündə hər bir insan öz daxili aləminə əgər imanı yoxdursa, bir baxsın, nəzər eləsin, dünyada zalimlə məzlum ayırd eləsin. Və deməsin ki, 60 min insanı qırıb, 20 min uşağı, 20 min qadını öldürən şəxs bu gün də Məşədi bombalayır, Təbrizi bombalayır, vurur bizim mömin qardaşlarımızı, müsəlman ölkəmizi. Ola bilsin ki, imanın yoxdur. Bayaq dediyim kimi olmasın. Amma sənin daxili vicdanın sənə nə deyir? Deyir ki, düz eləyir. Odur ki, insan öz daxili aləmi ilə özünün İmam Hüseyin əleyhissalam demişkən, deyir, dinin yoxdur. Məlumdur. Heç olmasa bir hür yaşa, bir kişi ol. Yəni bunu İslam bizlərə öyrədir. Bunu ilahi bizlərə başa salmaq istəyir ki, insan gərək öz daxili aləminə diqqət eləsin. Bugünkü gündə məzlumun yanında olsun. Necə ki, bizim alimlərimiz də deyir. Müsəlman, mömin məzlumdur. Amma nə deyir? Qüvvətlidir. Əleyhissalam məzlum idi. Məzlum bizim dildə yazığa deyirlər. Bu mənada deyil. İmam Hüseyin məzlum. Amma yazıq deyil. O bizim dildədir. Məzlum buna deyərlər ki, zülmün qabağında dursun. Zülmlə mübarizə aparsın. Qəlbi ilə, necə deyərlər, vicdanı ilə, dili ilə və əməli ilə. İndi nəyə gücün çatır onu ilə? Mən bu günlərim burada danışıram. Deməli nədir? Mən sözümlə mübarizəni aparıram. Zalıma zalim deyirəm, məzluma məzlum deyirəm. Nə onun puluna baxmıram, nə onun vəzifəsinə, nə məmləkətinə, nə millətinə. Nədir? Dünyanın harasında olsun, Allahım mənə deyir ki, kimliyindən asılı olmayaraq bir məzlum çətinlikdə ki, ona yan, onun ağrısını özündə hiss elə. Heç müsəlman deyil, eybi yoxdur, insandır. Əleyhissalamın dövründə bilirsiniz bunu. Bir Yahudinin, yəni qeyri-müsəlmanın, xavariclər, yəni namaz qılan xavariclər vardı. Həm Əleyhissalamı kafir deyirdi, həm Muaviyyəyə kafir deyirdilər. Dedilər ki, Əli də kafirdir, Muaviyyə də kafirdir, öldürülməlidir. Buna xavaric deyərlər. Hamısı namaz qılan idi. O qədər namaz qılırdılar ki, dizləri yırtılmışdı. İbn Abbas deyir ki, alınları da yanmışdı. Səcdənin çoxluğundan. Fikir ver. Onlar bir dənə Yahudi yol gedirdi, bir xanım. Onlar həmin Yahudi xanıma dedilər, qızıl əşyaları ver. Bunu elə, o da dedilər ki, siz kimsiniz filan bəhman. Həmin onu öldürdülər. Əleyhissalam çox narahat oldu, bunu eşitdi. Deyir, mömin olanların bu işdən gərək qəlbləri ağlıya, narahat ola. Müsəlman deyildi həmin qadın. Amma Əleyhissalam nə dedi? Buyurdu ki, o Allahın bəndəsi idi, məzlum idi. Onu öldürdülər gərək hər bir müsəlman gərək qəlbində ağlasın o məzlum xanıma görə. Hansı Xristiyan, Yahudi filan fərq eləməz. Yəni imam bizə nə öyrədir? İnsaniyyəti heç
heç olmasa vicdanın olsun ki, fərq eləməz bir insan ki, dünyanın hər nöqtəsində çətinlikdədir, əziyyətdədir, insandır, Allahın yaratdığı məxluqdur, gərək biz onun ağrısını çəkək. Ona qəlbimizdə yanaq, hər bir onun çətinliyində. Bu gün də İslam bunu deyir ki, zalimla heç vaxt gərək barışmayasan. Barışsan özün öz qəbrini hazırlayınan, öz vicdanını qoymusan ayağının altına. Allah'a and veriş Peyğəmbər, Ali Peyğəmbərə, Allah'a and veriş İzzət-i Cəlalına bizim qəlbimizdə zalıma qarşı nifrət çoxalsın və ilahi sən Peyğəmbər, Ali Peyğəmbər xatirinə o insanlar ki dünyada sülhü sevərlər, insanları, Allah məxluqatını sevərlər və onlara Allaha xatir dostluq eləyərlər, onlara yardım eləyərlər, sözü ilə, əməli ilə, qəlbi ilə, ilahi onların dünya, ahirətin, abədinin nurlu qərar verginən. O şərəfsizlər ki, insaniyyətlə düşməndilər, o insanları özlərinə qul görürlər və istəyirlər ki, fəqət dünyada zülm etməklə dünyaya hakim olsunlar. İlahi, tezliklə həm onların əməllərin, həm onların tərəfdarların öz zülmlərinin, öz odlarının içində odlu, alovlu qərar verginən. İmam-ı zamanı göndərməklə yer üzərində İslamı hakim eləginən və hər nə arzumuz var, istəyimiz var, duamız var, ilahi, onları tezliklə həyata keçirkinən. O əzizlərimiz ki, bizdən ötəri canlarından keçdilər, əziz şəhidlərimiz. Onlar o şəxslər idilər ki, ilahi, Mövla-i Müttəqiyyənin, Peyğəmbərin qoyduğu yolu gedib bizdən ötəri canlarından keçdilər. İlahi, onları da Peyğəmbər və Əhl-i Beytindən ayrı salmaqla və o əzizlərimiz ki, canlı şəhidlərimiz, onlar ki, qazıdırlar, ilahi, onların da hər nə çətinlikləri var, problemləri var, onları tezliklə həyatda rahat bir həyatla, sağlam bir həyatla, itaətkar bir həyatla öz bəndələrindən qərar verginən və bu gündəki o əziz balalarımız, qardaşlarımız ki, cəbhədədirlər və hər yerdə ki, bizi qoruyurlar, namusumuzu, qeyrətimizi, vətənimizi ilahi, öz pənahında onları hifz eləginən, o insanlar ki, möminlərlə düşməndirlər, o insanlar ki, millətimizin qeyrəti ilə, namusu ilə oynayırlar, ilahi, onları dünya axirətdə zəlil, xar eləginən və aqibətimizi xeyirli qərar verginən və Peyğəmbər, Ali Peyğəmbər xatirinə bizi bu qapıdan əli boş qaytarmayınlar. Dualarımızın qəbuluna, ibadətimizin qəbuluna, gələcək günlərimizin xeyirli, bərəkətli olması üçün əziz şəhidlərimizi yad eləyək və bütün dünya şəhidlərini yad eləyək. İmam-ı zamanında tezliklə gəlişi üçün Peyğəmbər, Ali Peyğəmbərə 3 salavat hədiyyə eləyək.